İran ve Birleşmiş Ştatlar arasında diyalogun 6. raundu barədə razılıq əldə olunub. Washington görüşün iyunun 12-sində, Tehran isə 15-də keçiriləcəyini bildirir. Bu barədə fikir ayrılıqlarının olması müzakirələrin faydalı keçəcəyi barədə ehtimalları azaldır. İki ölkə rəhbərliyinin danışıqlar barədə mənfi fikirlər səsləndirməsi də bunu təsdiqləyir. Tehran Birləşmiş Ştatların nüvə fəaliyyətini dayandırması tələbi ilə razı deyil. İranın ali dini lideri Əli Xameni bununla bağlı kəskin mövqe bildirib. O, Birləşmiş Ştatların çağırışlarını rədd edib və Vaşinqtonla bağlı sərt fikirlər səsləndirib. Buna cavab olaraq Donald Trump bildirib ki, Tehranın hazırki yanaşması qəbul edilməzdir. Əlavə edib ki, İrana uranın saflaşdırmasına icazə verməyəcəklər. Ekspertlərin fikrincə, hər iki tərəfin sərt açıqlamaları danışıqların 6. raundu haqqında müsbət fikirlər deməyə əsas vermir. Trump öncəki çıxışlarında İranla razılaşmaya yaxın olduqlarını, Tehranın bu məsələdə istəkli olduğunu deyirdi. Lakin həm İran rəsmilərinin, həm də Trumpın son çıxışları bunun əksini düşündürür. Üstəlik digər danışıqların müsbət keçdiyi bildirilsə də, 5 görüşə baxmayaraq konkret razılıq əldə olunmayıb. Müsbət keçdiyi deyilən danışıqlarda nəticə olmayıbsa, belə gərgin situasiyadakı müzakirələrdə razılıq əldə olunması ehtimalı azdır. Nüvə müzakirələrinin uğursuz olması isə ən çox İsrailə sərf edir. Çünki Təl-Əviv uzun müddətli İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşır. Hətta hücumla bağlı planın artıq hazırlandığını, sadəcə Trumpın razılığının gözlənildiyi iddia olunur. İsrailin baş naziri Benyamin Netanyahunun Trumpla telefon danışığında İran müzakirə etməsi də bu fikri təsdiqləyir. Təl-Əviv Ağ Ev liderinin Tehrana qarşı qəzəbli vaxtından istifadə etmək istəsə də, hələ ki zərbələrlə bağlı müsbət cavab ala bilməyib. Çünki Trump İranı hədələsə də məsələnin dialoq yolu ilə həllində maraqlıdır. Lakin Tehranın sərt ritorikası Trumpın hücum variantına razılıq verməsi ilə nəticələnə bilər. Üstəlik, İrana razılaşma üçün müddət verilməsi də nəzərə alınmalıdır. Ona görə analitiklər bu danışıqlarda nəticə olmayacağı təqdirdə artıq İsrailin hər an İranın nüvə obyektlərini bombalaya biləcəyini düşünür. Netanyahunun belə gərgin dövrdə Trumpa zəngi məncə təsadüfi deyil. Çünki İsrail İranın bombalanmasında maraqlıdır. Buna uzun müddətdə hazırlaşırlar, amma Trumpın razılığı olmadan hücum ehtimalı azdır. Birləşmiş Ştatlar prezidenti isə danışıqlarla razılığa daha çox üstünlük verir. Lakin onun İranla bağlı çıxışlarını nəzərə alsaq, ölkə rəsmiləri son danışıqlardan da əliboş qayıtsa, artıq İsrailə hücum etməyə icazə vermə ehtimalı yüksəkdir. İran da bu ehtimala hazırlaşır. Onlar yaxın günlərdə İsraildəki agentləri vasitəsilə Təl-Əvivin gizli nüvə fəaliyyəti ilə bağlı məxfi sənədlər əldə edib. İranın Ali Milli Təhlükəsizlik Şurası Təl-Əvivə hücum ediləcəyi təqdirdə İsrailin gizli infrastrukturuna cavab zərbələri endirə biləcəkləri barədə xəbərdar edib. Üstəlik, bəyanatda İranın potensial hücumlara qarşı tədbirlərin görüldüyü və gizli nüvə infrastrukturuna zərbə endirməyə tam imkanının olduğu da vurğulanıb.